Gördüyünüz bax buradakı şortik modelləridir, kofta modelləridir ki, tək qiymət 3 manat. Düzdürmü? Mən Türkiyənin trendi yolundan sifariş eləsəm, pərakəndə bir ədəd kargosu filan gələn qiymətlə sizdəki pərakəndə təqdim etdiyimiz qiymət uyğunluq və yaxud da fərq varsa nə qədər təxmini dəyişə bilər? Nəzərinizdə olsun fikir olaraq ki, mağazada istədiyiniz segmentdə, büdcədə məhsul tapa bilərsiniz. Niyə? Uşaq paltarları, uşaq geyimləri böyük geyimlərindən qiymətini demək olar eynidir, hətta bəzən üstələyir də. Gəldiyiniz zaman toplantıçılar, Azərbaycan toplantıçıları qeyd eləsə, sizə ekstradan maksimum mümkün olduğu qədər endirim etməyə çalışacaqlar. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün, sizlərin istəyi ilə növbəti toplantıcını çəkib videosunu hazırladıq. Bu toplantıcı mağaza uşaq geyimlərini topdan satışına həyata keçirir. Həm topdan, həm də pərakəndə şəkildə təbii ki, əldə edə bilərsiniz. Mağazanın həmçinin WhatsApp satış qrupu da mövcuddur ki, qrupa qoşulmaqla məhsullarla daha detallı tanış ola bilərsiniz. Həmçinin mağazanın ünvanına yaxınlaşıb, yaxından məhsulun keyfiyyəti ilə, qiymətləri ilə ümumi olaraq mağaza ilə ətraflı tanış ola bilərsiniz ki, mağaza yerləşir Binət Ticarət Mərkəzi, sıra 7A-nın axırı, mağaza nömrəsi 44. 4-cü korpus, 44-cü mağaza, 4-cü korpusda sıranın tam axır hissələrinə getdikdə görə biləcəksiniz. Mağaza adı Maksimina adlanır. İndi keçək mağazaya ümumi olaraq mağazanla tanış olaq və detalları sizlərlə tanış eləyək. Mağazaya keçməzdən əvvəl kanalımıza abunə olun, videonu bəyənin ki, növbəti toplantılardan xəbərdar olarsınız. Həmçinin uşaq geyim mağazası açmaq istəyənlər və yaxud da bu uşaq geyimləri satışa etmək istəyənlər varsa ətrafınızda bu videonu da həmin şəxslərə göndərin ki, onlar da faydalana bilsinlər. Mən qeyd etdiyimiz kimi toplantıcımız yerləşir Binət Ticarət Mərkəzi, sıra 7A, korpus 4, mağaza 44. Mağaza adı Maksimina adlanır. Birazdan inşallah mağazaya daxil olub ətraflı olaraq mağaza nümayəndəsi bizə detallı mağaza haqqında, məhsullar haqqında, çeşidlər haqqında, hansı yaş aralığında olan məhsullar var, əməkdaşlıq şərtləri varsa nələrdir, məhsullar hansı ölkələrdən ixal olunur, bununla bağlı detallı məlumat bizimlə paylaşacaq. Ümumi olaraq onu bildirim ki, mağazamız 15 ildir fəaliyyət göstərir. Bu toplantıcı mağaza birinci əl ixalçı mağazadır ki, bu biznesdə olan uşaq geyimləri, uşaq paltarları satan mağazalar demək olar ki, bu mağazanı arxayınlıq deyə bilərik ki, tanıyırlar. Siz də əgər uşaq paltarla satışı ilə məşğul olmaq istəyirsinizsə, bu mağaza açmaq istəyirsinizsə və yaxud da mövcud mağazanız varsa, bu biznesdə varsınızsa, lakin bu toplantıcımızı tanımırsınızsa, sizə tövsiyə edirik ki, əməkdaşlıq qurasınız, qiymətlərlə tanış olun, çeşidlərlə tanış olun. İrəliləyən dəqiqələrdə inşallah hər birindən nümunə olaraq həm məhsulların çeşidlərindən göstərəcək, həm qiymətlərlə bağlı, ümumi məhsullarla bağlı sizə tanışlıq göstəriş olunacaq və siz də özünüz müqayisə edib inşallah əməkdaşlığı qura bilərsiniz. İndi isə keçək ümumi olaraq mağaza ilə və çeşidlərlə digər əməkdaşlıq şərtləri, nə kimi güzəştlər var. Səhifəmizə çoxlu suallar gəlir ki, paltar mağazası açmaq istəyirik, nə qədər əlimizdə vəsait lazımdır. Nümunə olaraq onu da sorğusunu alarıq ki, 30, 40, 50 kvadratlıq bir mağaza açmaq üçün düzdür, orada da artıq məhsulun çeşidliyinə görə fərqlənə bilər. Əlinizdə olan maliyyət, pul. Bir sizdə fikir formalaşsın ki, bir mağaza qurmaq üçün, uşaq mağazası açmaq üçün təqribi nə qədər vəsait lazımdır ki, bir mağaza açıb rahat şəkildə işlədə biləsiniz. İndi isə keçək mağazada inşallah ətraflı tanış olaq. İndi isə mağaza nümayəndəsi İsa bəy bizə ümumi olaraq mağaza haqqında detalları bildirəcək, hansı çeşid məhsullar var, əməkdaşlıq şərtlərimiz varsa hansılardır, toplantılara nə kimi üstünlüklər verirlər, ümumi olaraq onun haqqında məlumat verəcək və daha sonra isə müəyyən suallar ətrafında kim ki biznes qurmaq istəyir və biznes qurmaq istəyənlərin, bu mağaza açmaq istəyənlərin ağıllarında hansı suallar varsa, həmən suallar ətrafından inşallah davam eləyəcək. Xoş gördük İsa bəy. Xoş gördük Ağacan bəy. Təkrar xoş gəlmişsiniz. Bizi izləyən hər kəsi də buradan salamlayırıq. Çox sağ olun. Dükanımız qeyd etdiyiniz kimi 15 ildir artıq fəaliyyət göstərir və sıfır, yəni xəstəxana çıxışı dediyimiz 0 yaşdan 11 yaşa qədər bizdə
istənilən məhsulu tapa bilərlər və bizim ixtisaslaşdırmış olduğumuz profil əslində 0-5 yaş arasıdır. Hansı ki 0-5 yaş arasında hörmətli əziz analar, ailələr nəyə ehtiyacı varsa, istər gördüyünüz kimi çanta modellərimiz, istər korobka, yəni 5-li, 10-lu, 20-li setlərimiz, istər tulumlar, bodilər, hər birindən tanış ola bilərsiniz. Yəni bir sözlə nəyə ehtiyac varsa bizdə onların hamısını tapmaq mümkündür. Biz uzun illərdir bu işlə məşğul olduğumuz üçün artıq kifayət qədər bizi tanıyan, tanımayan hər kəsi çalışırıq ki, yüksək səviyyədə məmnun eləyək və öz keyfiyyətimiz və rəqabətçil qiymətimizlə də hər zaman öz sözünü demiş bir dükan olaraq tanınmışıq. Çox sağ olun İsa bəy. İndi isə başlayaq çeşidlərdən ki, tövsiyə etdiyiniz hansı çeşidlər var? Aşağı, orta və üst segment olaraq çeşidliyi izləyicilərə görsədək, deyə biliriksə əgər qiymətlərindən də nümunə olaraq qeyd edək ki, müəyyən bir fikir formalaşsın ki, bu mağazada hansı segmentdə, hansı qiymətlərdə məhsul çeşidləri var. Bizim ümumiyyətlə işləmə prinsipimiz odur ki, biz çalışırıq ki, içəri girən heç bir müştərimiz boş qayıtmasın. Fərqi yoxdur, o hansı büdcənin sahibidir, nə cür mal axtarır, yəni müştərilərimizin bütün istəklərini qarşılamaq bizim prioritetimizdir. Ona görə də bizdə həm yüksək qiymətli mallar var, həm münasib qiymətli mallar var. İndi mən sizə göstərə bilərəm, məsələn, ən çox tələb görən məhsullarımızdan biri gördüyünüz tulumlardır. Məsələn, burada 5 manatdan başlayan qiymətlərlə ta ki 25-30 manata qədər məhsulun dizaynından, keyfiyyətindən asılı olaraq qiymətlər dəyişir. Yəni müştəri özü istədiyi büdcədə, istədiyi növdə malı tapa bilər. Mağazanın hal-hazırda WhatsApp qrupu var ki, kimlər ki onlayn satış edir və yaxud da mövcud mağazaları var. Onlar üçün, onların çeşidləri daha aydın, daha rahat şəkildə görə bilməsi üçün WhatsApp qrup üzərindən də paylaşımlar olunur. İnşallah qeyd etdiyimiz nömrəyə əlaqə saxlayaraq, aşağıda qeyd etdiyimiz nömrəyə yazaraq WhatsApp-ına qrupa qoşula bilərsiniz və yaxud da WhatsApp linki bizim səhifədən də istəyə bilərsiniz ki, biz sizə göndəririk. Linkə klik edərək qrupa keçid edə biləcəksiniz. İsa bəy, zəhmət olmasa onu da qeyd edək ki, əsasən ixal etdiyiniz məhsul çeşidləri hansı ölkələrdən ixal olunur? Bəli, çox gözəl mövzuya toxundunuz. Biz körpələrimizin sağlamlığını və onların dəri həssasiyyətini nəzərə alaraq yalnız yüksək keyfiyyətli markaları seçirik və məhsullarımızın 99%-i Türkiyədən ən yaxşı, ən böyük fabriklərdən, ən yüksək keyfiyyətlə istehsal olunan geyimlərdir və yalnız Türkiyədən gəlir. 5 yaşa qədər olan profilimiz yalnız Türkiyədəndir və şəxsən özümüz gedib yerində tanış oluruq, seçirik və malı Azərbaycana ixal edirik. Bəyə qeyd etdiyiniz kimi, hamilə analar, bacılarımız üçün istifadə edilə biləcəyi dövrdə məhsullar çeşidlərdir ki, çantalardır, sonra yastıqlardır və sair çeşidlər də var ki, onlar da mağazamızda var. İrəliləyən dəqiqədə inşallah onları da göstərərik ki, xəstəxana çıxışı üçün istifadə olunan dəstlərdir ki, onlar da burada görüb əldə edə bilərsiniz. Bəli, qundaqlarımız var, ədyallarımız, corablarımız, ikili çantalarımız, eyni zamanda rüqzak dediyimiz uşağı qucaqda daşımaq üçün gördüyünüz bu məhsullar yenə müxtəlif qiymətlər, müxtəlif çeşidləri ilə yenidə olan körpələr üçün pastel çeşidlərimiz mövcuddur. Eyni zamanda dediyim kimi ən yüksək keyfiyyətlə və gəlib yaxından tanış ola bilərlər. Dizlik, corab, soska tutan, yəni ki, burada əmzik modellərimiz, gigiyenik məhsullar, hansı ki, içində darağı, qayçısı və s. hər bir şey mövcuddur. Yəni bir sözlə bizdə bir körpə sahibi olan bir ananın və yaxud da ana olmağa namizəd şəxslər üçün istənilən çeşiddə nəyə ehtiyacı varsa, bunların hamısını biz təmin edə bilərik. Kateqoriya olaraq qeyd edə bilərik ki, hazırda uşaq geyimləri sahəsində ən çox satılan çeşidlər hansılardır? Elə bir şey varmı, yoxsa
bütün çeşidlərə tələbat var? Kateqoriya deməzdim. Sadəcə olaraq bəlli ehtiyaclar var ki, hər bir ana bu körpə dünyaya gətirən zaman hər bir ananın buna ehtiyacları var. Biz ümumiyyətlə uzun illərdir bu işlə məşğul olduğumuz üçün əməkdaşlarımız da həmçinin xanımlara kömək eləyir və onlara öz ehtiyaclarını izah eləyir, göstərir, təqdim eləyir. Onlar isə öz seçimlərini eləyirlər və çox da məmnun qaldıqlarına inanıram. Çox sağ olun. İndi növbəti çeşid məhsulları görsədək, hansı çeşidlərimiz var? Əsas məqsədimiz odur ki, ümumi çeşidləri mağazadan maşallah həddən çox çeşid var. Hamısını videoya sığdırmaq olacaq, olmayacaq, amma ümumi olaraq göstərək ki, fikir formalaşsın və bilsinlər ki, bu çeşid məhsullar mağazamızda var, rahat şəkildə müraciət eləsinlər. Bəli, misal üçün mən sizə mayka bodiləri təqdim etmək istəyirəm. Bunlar %100 orqanikdirlər. Məsələn, bunların qolluları da var, qolsuzları da var. Yenə çox münasib qiymətdə, həqiqətən keyfiyyətin qabağında. Gəlib yaxından tanış olsalar özləri də görə bilərlər ki, bunlar %100 istənilən həssas dəriyə heç bir allergik reaksiya vermir və çox orqanik məhsullardır ki, bizim hal-hazırda ən çox tələb görən məhsullarımızdandır. Belə yaxından da tanış ola bilərsiniz. Üstəlik və ən yaxşı məsələ də budur ki, sizlərə xoş xəbərim var ki, biz artıq pərakəndə satışla da məşğuluq. İndən sonra Maksimin müştəriləri gəlib mağazamızdan istədiyi məhsulu istədiyi sayda əldə edə bilərlər. Eyni zamanda bütün sosial platformalarımızda biz mütəmadi yeni paylaşımlarımızı eləyəcəyik və oradan sifariş formalaşdıra bilərlər müştərilərimiz və biz onu çatdıra da biləcəyik. Nə gözəl. Bəli, bəli. Yəni yaxından izləmədə qalsın, kimə ki maraqlıdır, biz onlar üçün hər bir şansı təşkil edəcəyik. Mağazanın sosial şəbəkə ünvanlarını aşağıda qeyd edəcəyik. Kimlər ki, sadəcə məhsulları pərakəndə şəkildə almaq istəyir, heç biznes qurmaq, alıb satmaq fikri yoxdursa, sadəcə öz övladı üçün almaq istəyir. Çeşidləri həmçinin yenə mağazanın sosial şəbəkə ünvanlarından izləyə bilər. Qeyd olunan nömrələr əlaqə saxlayıb sifariş verə bilər. Əgər mağazaya gəlmə imkanı yoxdursa, WhatsApp üzərindən görüntülü zəngləndə sifariş vermə imkanımız var. Eyni zamanda bundan əlavə də biz mütəmadi olaraq endirimlər eləyirik. Hansı ki, biz müştərilərimizə məhsullarımızın daha əlçatan olmağını istəyirik. Bunun üçün də biz endirim xəbərlərini də sosial şəbəkələrimizdə hal-hazırda mövcud kampaniyalarımız varsa, bəli, onu da qeyd əlbəttə var, onu da qeyd edəcəyik. Hal-hazırda topdan nağd alışların hər birinə 5% endirim eləyirik və pərakəndə alışlara isə məhsulundan asılı olaraq 5-25% arası endirimlərimiz mövcuddur ki, nəzərə alsaq ki, mallarımızı inşallah yaxından tanış olanlar özləri görərlər. Mallarımızı nəzərə alanda bu kifayət qədər yüksək rəqəmlərdir bu faizlər. Çox gözəl. Kimlər ki, ciddi şəkildə bu məhsulları alışını nəzərdə tutur, qeyd etdiyimiz kimi mövcud biznesi var, mağazası var, çeşidləri tanımaq istəyir. Tövsiyə edirik ki, mağazaya yaxınlaşsınlar, doğrudan da mağazaya gəlib toxunub, baxıb, keyfiyyətinə görsünlər ki, rahat şəkildə seçimlərini eləsinlər. Həmçində pərakəndə almaq istəyənlər. Bilirsiniz, indi məsələn, müştərilərdə bəzi sual yarana bilər ki, minimal alış məsələsinə toxunmaq istəyirəm. Topdan, o suallar olur. Çünki bir çox yerdə belə bir məsələlər var. Bizdə belə bir məsələ yoxdur. Məsələn, topdançı gəlib bir seriyadan mal apara bilər. Yəni, şərt deyil ki, o gəlib bizdən 1000 manatlıq mal almalıdır, misal üçün. Yəni, sadəcə olaraq seriya olmaq şərti ilə. Məsələn, topdançı bir ədəd hər halda istəməyi bu topdan demək deyil, yəqin ki, aydındır hər kəsə. Yəni, bir seriyadan başlayaraq istədiyi həcmdə mallar bizdən alışı mümkündür. Yəni, çünki kifayət qədər şəhərdəki dükanlar bizdən aldığı mallarla öz dükanlarını qururlar. Yəni, məsələn, evdə satan xanımlar olur, Instagramda satışdan məşğuldur, onlayn satışdan məşğuldur. Onlar üçün də, məsələn, mən belə bir köməklik, belə bir təklif eləyə bilərəm ki, bəzi mallarımız hansı ki, seriyaları pozulub, məsələn, bir seriyada 5 dənədir, onun biri yoxdur, satılıb, 4'ü qalıb, mən onu içindən onun bir dənəsini də verə bilərəm ona topdan qiymətə. Amma artıq o yerdə müəyyən bir minimal məbləğ onlar üçün keçərli olacaq ki, hansı ki,
ən azından bu 100 manat təşkil edir. Aynen. 100 manatın üstündə həmin şəxslər üçün belə bir təklif eləyirəm yəni. Onlayn satış edən xanımlar və yaxud da Instagram, TikTok üzərindən satış edən xanımlar varsa, qeyd etdiyimiz kimi WhatsApp qrupa qoşula bilərlər. Bir var, topdan mağaza üçün alırsınız, o seriya şəkildə satış olunur. Lakin onlayn satışla məşğul olan xanımlar isə, tək-tək satış edən xanımlar isə mağaza belə bir fürsət yaradır ki, hansı ki həmən məhsulun artıq seriyası, belə deyim, seriyadan çıxıb, bir ədəd satılıb, yerdə 4-5 ədədi qalıb, onları həmən qruplarda paylaşılacaq və siz də hər bir məhsuldan tək şəkildə ala bilərsiniz. Lakin minimal məbləğiniz 100 manat olmalıdır ki, 5 ədəd, 6 ədəd şəkilləri paylaşaraq sifarişinizi yığıb 4-5 məhsulu birdən alış etməklə minimal 100 manat məbləği aşarsa, yenə topdan şəkildə seriyasız tək-tək həmən məhsulları alıb öz müştərilərinizə satışını edə biləcəksiniz. Bizim burada əsas prioritet məqsədimiz odur ki, həm təşviq, həm də dəstək göstərək. Çünki kifayət qədər bizdə belə təcrübə də olub ki, belə xırda-xırda başlayıb və hal-hazırda mağazalar, şəbəkələri olan müştərilərimiz var. Yəni bunlar hamısı bizim üçün potensial gələcək müştəridir. Ümumiyyətlə bizim üçün iri müştəri və yaxud da kiçik müştəri də fərq eləmir. Biz hər kəsə eyni xidməti canla başla yüksək səviyyədə göstəririk. Bizim dükanımıza tanıyanlar, tanımayanlar, təşrif buyuranlar, biz onlara hər mənada dəstək veririk. Kim ki mağaza qurmaq istəyir, fikri var və yaxud da sualları var ağlında, əlaqə nömrələrində əlaqə saxlayıb suallarını verə bilər, hər hansı bir konsultasiya götürə bilər ki, nədən başlayım, hansı çeşid məhsullar satmaq daha rahatdır və yaxud da daha tələbatlıdır. Bu kimi suallarınızı da rahat şəkildə əlaqə saxlayıb verə və cavablarınızı ala bilərsiniz ki, o sahədə də sizə nə dəstək lazımdırsa mağaza tərəfindən göstəriləcək. İndi isə zəhmət olmasa keçək digər. Maşallah mağaza böyüdü, hamısından göstərək nələrimiz var. Mağazanın bu hissəsində isə həm körpə dəstləri, üçlü dəstlər, dördlü dəstlər, həmçinin qeyri-sezon soyuq havalarda istifadə olunacaq dəstlərimiz var. Həmçinin övladlarımız üçün olan ədyal dəstləridir ki, körpələr üçün istifadə olunur. Müştərilərimizdə sual yarana bilər ki, biz bayaqdan tulumlardan, bodilərdən danışırıq. Amma ki, bizdə gördüyünüz kimi, məsələn, danışmaq istəyirəm ədyallarımızdan. İstər qalın, istər nazik, müxtəlif rənglər, müxtəlif çeşidlər, jiletkalarımız var. Gördüyünüz kimi ki, bunlar da çox tələb görür. Tək pazlunka dediyimiz şalvarlarımız mövcuddur. Əskilərimiz mövcuddur. Yəni, bunlar hamısı bir valideynin, körpə sahibi bir ananın təməl ehtiyaclarıdır. Eyni zamanda bəzi bölgələrimiz var, sizə də məlum olduğu kimi ki, orada iqlim çox daha soyuqdur. Dağlıq bölgələrimiz var. Məsələn, hər yerdə Bakının havası yoxdur, bu bizə məlumdur. Bunun üçün biz qışlıq mallarımızı, daimi olaraq stokda olur. Müəyyən hissəsini daimi olaraq dükanımızda asılı vəziyyətdə saxlayırıq. İndi operatorumuzdan xahiş eləyək, bu tərəfi də göstərsin müştərilərimizə ki, onlar bizə istədiyi zaman bizim bu qalın məhsullarımızı da baxmayaraq ki, yay sezonudur, əldə eləyə bilərlər. Eyni zamanda xaricdən gələn müştərilərimiz var, hansı ki, Rusiyadan və digər Rusiya kimi soyuq ölkələrdən. Bunlar üçsüz dəstə sayılır, çox üzrsə. İçində koftası, şalvarı, hər bir şeyi mövcuddur. Yəni, xaricdən gələn müştərilərimiz də, onlar öz ölkələrinin iqlimlərinə uyğun gəlib bizdən mal ala bilirlər, hansı ki, yayda qış mal alırlar. Kifayət qədər də, hətta belə bir maraqlı bir fakt da danışım sizə. Bir dəfə Rusiyadan bir müştərimiz gəlib, yəni nəvəsi olub təzə. Sizi inandırım ki, 5 yaşına qədər bütün uşağın ehtiyac duya biləcəyi şeyi bizdən təmin elədi və öz ölkəsinə uçdu. Yəni, hər yaş üçün müxtəlif geyimləri aldı indidən. Baxmayaraq ki, uşaq yenicə doğulub. Yəni, belə vəfalı və maraqlı müştərilərimiz də var. Bəli, bəli. Əslində sərfəli ildən ilə qiymətlər qalxır. İndidən... Yəni, sözsüz ki, o adam qabağa düşdü. Yatırım eləyir. Bəli, bəli. Allah. Bir də mənim həmişə mən də özümdə valideynəm ki, övladım var. Həmişə mənə sual yaranır ki, niyə uşaq paltarları, uşaq geyimləri böyük geyimlərindən qiymətini demək olar eynidir. Hətta bəzən
üstələyir də. Buna bir cavabımız varsa, yəqin ki, izləyicilərimizə də valideynlər var, paltar alanda bunu müqayisə edib görə bilirlər. Onun səbəbi nədir? Bəli, Bir çox açıqlama. gözəl nöqtəyə əslində siz toxundunuz. Bu çoxlarına maraqlıdır. Mən demək istəyirəm ki, Azərbaycanda kifayət qədər çeşid mövcuddur və kifayət qədər dükanlar körpə malı satır. Siz misal üçün bu tipdə bir malın misal üçün 3 manata da tapa bilərsiniz. 30 manata da tapa bilərsiniz, 130 manata da tapa bilərsiniz. Hər məhsulun öz keyfiyyəti var, öz dəyəri var. Sadəcə olaraq körpələrə daha həssas yanaşılır. Özəlliklə də biz Maksimini firması olaraq biz öz profilimizi qoruyuruq və illərdir müştərilər bizə buna görə etibar eləyir ki, ən keyfiyyətli məhsulları bizdən əldə edə bilərlər. Yəni bu keyfiyyət isə qiymət deməkdir. İstər-istəməz keyfiyyətin bərabərində qiymət də qalxır. Keyfiyyət nə qədər qalxırsa, qiymət də o qədər qalxır. Sertifikatlaşma məsələsinə toxunmaq istəyirəm ki, bizim işlədiyimiz bütün firmalar müəyyən sağlamlıq sertifikatlarına sahibdir və onlar garanti verir ki, biz müştərilərimizə o keyfiyyəti doğru şəkildə ötürürük və malın keyfiyyəti və parçası fərqli olduğu üçün istər-istəməz qiymət öz sözünü deyir. Söz körpələr ikən orada daha həssas yanaşılır, Əlbəttə, daha keyfiyyətli həssasiyyət, məhsullardan, bəli, xam mallardan bəli, istifadə olunur. Bu da bəli, qiymətə təsir edir. Dediyim kimi, əgər tutaq ki, deyirsinizsə ki, məsələn, mən gedib özüm üçün koftanı 10 manata alıram, amma eyni cür şeyi niyə 10 manata körpəm üçün ala bilmirəm? Ala bilərsiniz, təbii ki, ala bilərsiniz. Amma ki, o eyni keyfiyyəti sözsüz ki, verməyəcək. Körpələr üçün ümumiyyətlə tövsiyəmiz odur ki, analara, hörmətli valideynlərə həmişə məsuliyyətli olsunlar və daha keyfiyyətli, daha məhsul seçərkən əsas keyfiyyətə diqqət etsinlər. Çünki bizim körpələrimiz bizim üçün nə qədər əzizdirsə, onlara biz o qədər yaxşı baxmalıyıq ki, onlara sağlam gələcək, sağlamlıq verə bilək. Bunun da ən təməl ehtiyaclarından biri geyimlərdir. Yəni bunun görüntüsündən, vizual dizaynından daha çox əslində söhbət körpələrdən gedirsə, biz onun keyfiyyətinə diqqət eləməliyik. Çox sağ olun İsa bəy, detallar maşallah məlumat verdiniz. Məhsullarımızdan burada qiymət deyə bilirik, bilmirik. Topdan. Qiymət, baxın mən sizə bəzi qiymətlər deyim. Misal üçün, orada bodilər göstərmişdim sizə. O bodilər 10 manatdan başlayır. Amma misal üçün bu bodilər 5 manatdır. Yəni mən bu indi paçkadır, içində 5 dənədir. Yəni bunları mən açıb yan-yana qoysam, siz onun nazikliyindən, materialından, dizaynından hər şeyi çox aydın şəkildə başa düşə bilərsiniz ki, niyə bu 5 manatdır, niyə 10 manatdır. Mən bayaq dediyim kimi də biz müştərilərə o seçimi veririk və aydın şəkildə izah eləyirik ki, bu niyə 5 manatdır, bu niyə 10 manatdır. Onlar özləri gəlib aydın şəkildə görə bilərlər. Eyni zamanda papaq. Misal üçün bu papaq 2 manatdır. Amma ki bu papaq 5 manatdır. Yəni bunların fərqi çox bariz şəkildə var. Yəni bunu siz toxunsaz, gəlib yaxından baxsaz, yəni fərqi hiss eləmək mümkündür. Amma biz ümumiyyətlə dediyim kimi rayonda kifayət qədər bizim müştəri portfelimiz var. Yəni ki, Azərbaycanın ən böyük şəhərlərindən, əstəğfurullah, Gəncə, Mingəçevir kimi şəhərlərdən tutun, kiçik rayonlarına, kəndlərinə qədər biz məhsul göndəririk. Göndərməmiz, çatdırılmamız. Bəli, çatdırırıq. Onlar bizlə görüntülü zəng vasitəsilə və yaxud da özləri yaxınlaşa bilirlər. Mallarını seçirlər. Bizdə kifayət qədər təcrübəli satıcılarımız, hər biri bizlə ən az 5 ildir əməkdaşlıq eləyir. Yəni bunlar heç biri dünən gəlməyib. Hamısı kifayət qədər öz sahəsində bacarıqlı və təcrübəli insanlardır. Müştərilərimizlə məşğul olur, onların seçimlərində kömək eləyir. Onlar məhsullarını yığır, seçir, ondan sonra biz buradan onu toplayırıq və avtobuslar vasitəsilə göndəririk istənilən rayona. Nə gözəl. Əgər bölgələrdə yaşayırsınızsa, bölgələrdə fəaliyyət göstərirsinizsə, gələ bilmirsinizsə və yaxud da yaxşı olar ki, bir dəfə gəlib əməkdaşlığa başlayasınız, özünüz gözünüzlə görəsiniz. Növbəti etaplarda, növbəti alışlarınızda isə mağazaya gəlmədən belə görüntülü zəngdən yeni gələn çeşidləri seçə bilərsiniz. Burada sizin üçün onları komplektləşdirib, paketləyib
bölgələrə işləyən yük maşınları və yaxud da avtobus vasitəsilə sizin ünvan rayonunuza, bölgənizə, yaşadığınız ünvana göndərilmə də mövcuddur. İndi isə daha yaxından, daha aydın şəkildə mağazada satışda olan üst brend segment məhsulları bizə İsa bəy təqdim eləyəcək. Mən bayaq qeyd elədiyim kimi bizdə hər növ mal mövcuddur, hər istəyə uyğun. Misal üçün mən Leo King brendinə məxsus belə bir məhsulu göstərmək istəyirəm. Hansı ki bizim kifayət qədər Azərbaycan üzrə partnyorlarımız bu məhsulları öz mağazalarında satır. Azərbaycanın müxtəlif şəhərlərindən, buna Bakı da daxil, mollarda bu məhsullar satışdadır. İnanıram ki, bəzi müştərilər hətta bunu görmüş də ola bilər. Yəni bizdə məsələn eyni şəkildə bunu da göstərmək istəyirəm. Bu da yüksək keyfiyyətli və yüksək zövqlü məhsullarımızdan biridir. Bunlar da həmçinin, yəni bizdən bunların hamısını münasib qiymətlərlə həm topdan, həm pərakəndə şəkildə hər bir vətəndaşımız, müştərimiz gəlib yaxınlaşıb əldə edə bilər. Nəzərinizdə olsun fikir olaraq ki, mağazada istədiyiniz segmentdə, büdcədə məhsul tapa bilərsiniz. Uyğun büdcə məhsulları olsun, istəyir orta və yüksək lüks mollarda, nə bilim, Türkiyənin saytlarında, markalarında bildiyiniz məhsulları burada tapa bilərsiniz. Maşallah 300 kvadratdan çox obyektin sahəsidir ki, hər yaşa, 5 yaşdan 0-5 yaşa qədər bütün çeşid və müxtəlif, nə bilim, hər şey maşallah. Bu nədir məsəl üçün mən bilmirəm. Onlar dəstlər, bunlar pijama dəstidir. Həddən çox çeşid var maşallah. Burada bir valideyn ana gəlsə günü burada rahat keçirə bilər. Hətta bizdə pampers belə var məsələn, belə paçkalarda içində 4 dənədir. Yəni mən hər şey var deyəndə bizdə zarafat eləmirdim həqiqətən. Yəni pampers belə bizdə mövcuddur. İndi isə keçək mağazanın digər tərəfinə. Orada isə 2 yaş və üzəri. Bəli, nisbətən böyük yaş qrupları var orada. Mağazanın ikinci hissəsinə keçid eləyəndə burada çantaları görürük ki, anaların ən çox istifadə etdiyi övladlar geyimlərini, digər əşyalarını daşımaq üçün. Ümumiyyətlə, videonun əvvəlində də qeyd elədiyimiz kimi, mən bütün məhsulları özüm seçirəm və öz ailəmizə, özümüz üçün rəva bilmədiyimiz şeyləri adətən gətirməməyə üstünlük verirəm. Sizə göstərmək istədiyim bu modellər Chico brendinə məxsus premium mallardır, hansı ki Çindən şəxsən özüm ixal eləmişəm. Yüksək keyfiyyətli, təkli və ikili ana çantaları. Həm tək, həm də ikili şəkildə almaq olur. Baxın, məsələn, bu model ən çox tələb görən modellərimizdəndir və bu biz el arasında ana-bala deyirik buna. 2 hissədən ibarətdir, tək-tək satılmır. Satılmır? Bəli, bunlar iki hissədən ibarət olduğu üçün biz bunu tək sata bilmirik. Yəni tək biz yox, ümumiyyətlə heç kim bunu. Çünki tək modellərimiz onsuz da var. Məsələn, burada gördüyünüz modellər təkdirlər. Bunlar eyni zamanda beldən aşırmalı da var. Bunda qəşəng rəngi var. Bəli. Tək əldə tutmaq üçün deyil, yəni beldən aşırmalı da var. Məsələn, diqqətinizi çəkmək istəyirəm buradakı donlarımıza. Bunlar 2 yaş yarıma qədər olan donlardır və bunların hər biri Avropada tələb görən soyuq rənglərdir. Və bu rənglər ən modern və son çağın rəngləridir. Məsələn, bunlar dəfələrlə gəlib və bitib, ən çox tələb görən mallarımızdandır. Gözümə bəli. Yaxşı gələn var, görün nə gözəl. Gözəlliyini də özünüz görə bilərsiniz. Möhtəşəm əyində oturuşu var. Bunlar neçə yaşdan başlayır? Bunlar demək 6 aydan başlayır 2 yaşa qədər. Burada gözəl rəngi var. Qiymət deyə bilirik. Qiymət seriyanın satılanda minimum bu donları minimal deyək, çünki kommersiya sirri deyək ki, toplantılar, digər mağazalar, partnyorlar da ona görə iradlar bildirməsinlər. Ümumi olaraq, yəni bu qiymətləri yalnız toplantılar üçün qeyd edirik ki, fikir formalaşsın. Təbii ki, pərakəndə qiyməti fərqli olur. Gördüyünüz bu həmən 25 manatdan başlayır deyim sizə. 25 manatdan başlayır, üzü yuxarı. 25-35 arası deyim. Yalnız seriya şəklində. Bu qiymətlər, qeyd olunan qiymətlər yalnız seriya şəklində keçərlidir.
Daha yuxarı yaş qruplarımız məsələn bizim əsas profilimiz 5 yaşa qədər olduğu üçün biz ona üstünlük veririk. Amma bu o demək deyil ki, 5 yaşdan yuxarı heç nəyimiz yoxdur. Bu 11 yaşa, 12 yaşa uyğun misal üçün gördüyünüz kimi donlarımız var. İstənilən zövqə uyğun. Yenə bu tərəfə keçəndə də burada da Qız uşaqları üçün ya oğlan uşaqları üçün hansına daha çox çeşid tələbat var belə deyim? Yəqin ki, qız olar. İkisinə də açıq. Deməzdim, fərq qoymaq istəməzdim. Çünki müştərilər gələndə bir model tutaq ki, oğlanı alırsa, bir modeldə qızı alır. Yəni mən gözümdə çox fərq yoxdur məncə. Baxın burada da Bəli, çox gözəl zövqlü, tonlardır. Çox gözəl mallardan biridir. Qəhvəyi tonunu da özü mən çox sevirəm. Hamısını. Bəli. Bu hissədə başqa Yenə ev geyimləri, misal üçün tək donlardan söhbət getməsin. yuxarı yaşlardır. Bəli, nisbətən yuxarı yaşlara ev geyimlərimiz var. Eyni zamanda şortiklərimiz, koftalarımız. Məsələn, ancaq dəstdən danışırıq bayaqdan, amma ki bu belə deyil. Bizdə eyni zamanda lasinlərimiz var. Gördüyünüz kimi limitsiz sayda, istənilən zövqdə. Yəni bizdə ədəd problemi demək olar ki, yoxdur gördüyünüz kimi. Hal-hazırda yay ayıdır. Hələ istilər yavaş-yavaş bundan sonra başlayır. Gəlib rahat şəkildə bu diqqətinizi çəkin bu məhsula. Görün necə əsl rənglərinlə tam yayın məhsuludur. Abu-havası. Yayın abu-havasını verir, bəli. Bunlar 6 yaş. Hə? Bəli. 6 yaş. Götür zəhmət olmasa burada da. Həm şalvarlı modellər, həm şortikli modellər mövcud. Görürsüz modelin gözəlliyini. Yəni bunlar Bakının ən məşhur mollarında ən yüksək səviyyədə satışı gerçəkləşir. Həmçinin buradan da gəlib əldə edə bilərsiniz. Bəli, bizdə də mövcuddur. Burada isə biraz daha sportivni modelləridir ki, biraz sərin havalarda rahat şəkildə. Yenə tək şalvarlarımızdan göstərim. Misal üçün bu son dövrlərin ən kombat modelləri çox tələb görür. Müxtəlif rənglərindən. Misal üçün bunu göstərim sizə. Görün necə gözəldir. Figarosundan bir yerdə. Bu istiqamətdə oğlan uşaqları üçün olan modellərimizdir. Onlardan da dükanımızı ayırmışıq. Hansı ki, sağ tərəfimiz qızlar üçün, sol tərəfimizi oğlan modelləridir. Yəni, məsələn, bəhs eləmək istəyirəm bu kostyumlardan. Görürsünüz necə rəng çeşidləri və eyni zamanda bu kostyumlardan. Bunlar 8 yaşa qədərdir, bunlar isə 2 yaş yarıma qədərdir. Yəni ki, bu biraz daha aşağı qiymətli məhsullardır, amma bunlar isə təmiz kətan olduğuna görə şalvarı, maraqlı kombinasiyadır, bodili, köynəyi var və burada şalvarı. Bu bodinin üstünlüyü odur ki, sarıçuqa çölə çıxmır, çox səliqəli görsənir. Bütün tədbir ərzində adətən belə malları tədbir üçün alırlar. Bunlar yaşa görə 6 aydan başlayır neçə yaşa? Bəli. 6 aydan 2 yaşa qədər. 2 yaşa qədər. Bu modellər misal üçün 6 aydan 2 yaşa qədər. Yəni ad günü, 1 yaşlı, 2 yaşlı. Necə gözəl rəngi var. Eyni zamanda belə sarıçuqalısı da var. İndi valideynlər olur ki, bəziləri bodil istəyir, bəziləri sarıçuqalı istəyir. Ad günlərində və yaxud da digər şərfli modellərimizi göstərim sizə. Yaşıl şalvarla babıçqalı modellərimiz çox zövqlüdür həqiqətən də. Bunlardan çox satmışıq. Yəni böyük məmnuniyyətlə seçilir. Yuxarıda olan kostyum dəstləri isə 5 yaş filan. Onlar 8 yaşa qədərdir. 8 yaşa qədər mövcuddur. 8 yaşa qədər ölçüləri mövcuddur. Burada da yenə qəhvəyi tonlarda yay modelləri var. Bu rənglər də mövcuddur. Bu ikili dəstlərimiz neçə manatdan başlayır topdan? İkili dəstlərimiz də 20 manatdan başlayır 40 manata qədər. Bunlar da yenə türk brendləridir. Bəli. Nəzərinizdə olsun ki, üst keyfiyyət məhsullar da hamısı ki, amma ki, məsələn, baxın, bunları göstərim misal üçün. Bunların qiyməti çox daha aşağıdır. 10 neçə manata var, 15-ə var, 13-ə var. Yəni, siz bayaqdan indi yuxarı qiymətlərdən danışırıq. Müştərilərimiz düşünməsin ki, bizdə yalnız yuxarı qiymətli məhsullar var. Yəni, onlar hər bölgəyə uyğun, hər
müştəri portfeyinə uyğun bizdə qiymətlər var və qiymətlərimiz çox rəqabətçildir. Ümumiyyətlə bizdə çox cüzi marja ilə biz satışlar həyata keçiririk və bu işi bilən, Türkiyədəki qiymətlərdən xəbəri olan və bu prosesdən məlumatı olan hər bir kəs də təsdiqləyə bilər ki, bizim qiymətlərimiz həqiqətən də çox rəqabətçil və aşağıdır. İsa bəy, bəzən olur ki, məsələn, izləyicilərdə və yaxud da alıcılarda yenə özümüzdə bir belə fikir var ki, Türkiyə brendi, düzdürmü? Mən Türkiyənin trendi yolundan sifariş eləsəm, pərakəndə bir ədəd kargosu filan gələn qiymətlə sizdəki pərakəndə təqdim etdiyimiz qiymət uyğunluq və yaxud da fərq varsa, nə qədər təxmini dəyişə bilər? Ümumiyyətlə siz çox gözəl bir nüansa toxundunuz. Son dövrlərimizin ən aktual mövzularından biridir ki, Trendyoldan insanlar mal gətirir və onun ucuz olduğunu düşünür. Ki, bəzi məhsullar həqiqətən belədir. Mən burada başqa söz deyə bilmərəm. Hamının öz iş prinsipi var. Amma ki, bizim məhsullardan, mənim işlədiyim firmalar və mənim gətirdiyim məhsullardan söhbət gedirsə, təbii ki, mənim bəzi məhsullarımı Trendyolda tapmaq mümkündür. Və mən iddia eləyə bilərəm ki, mənim satdığım qiymətlər, hansı ki, onların orada alış qiyməti, kargo pulusu gözlədiyi zaman ki, bundan əlavə o seçdikləri ölçü uşağa olacaqmı, olmayacaqmı, materialı necədir, görəsən onları qane eləyəcəkmi, eləməyəcəkmi. Mən qoyduğum qiymətlər və təklif elədiyim qiymətlər onlara imkan verir ki, onlar gəlsinlər bura. Bu mala həm yerində toxunsunlar, həm övladlarını istədiyi kimi geyindirsinlər, baxsınlar. Ondan sonra özləri qərar versinlər bu alıb-almayacaqlarına ki, qiymətlər bizdə aşağıdır ki, yuxarı deyil. Buna əmin ola bilərlər. Olmayan olsa belə, mən onu belə deyək, kömək eləməyə hazıram. Xarici saytlardan sifariş etməyi daha uyğun bilən valideynlərədir sözümüz ki, gözləmə var, orada da kargo pulu və yaşın, rəngin övladınıza uyğun olub-olmamağını bilmək olmur. Amma eyni qiymətlə, pərakəndəni nəzərdə tuturuq ki, eyni qiymətlə siz gəlib mağazada rahat şəkildə seçə bilərsiniz, övladınızın üzərində geyindirib yoxlaya bilərsiniz ki, əyninə yaxşı oturur, olmur, rəngi düşür, düşmür. Bu kimi riskləri, ehtimalları, yəni burada siz sıfıra eləyə bilərsiniz ki, rahat şəkildə seçib eyni qiymətlə bu mağazadan əldə Özəllə edə bilmirəm, bilərsiniz. insanlarımız fikir verib ya, yox, Trendyolda son dövrlərdə bahalaşma gedir. Trendyolda əvvəlki qiymətlərə nisbətən çox bahalaşma var. İlkin olaraq kampaniyalar və s. kimi nüanslar var idi. Bu nüansı da nəzərə alanda mən insanlarımıza onu çatdırmaq istəyirəm ki, Türkiyədə ucuzdur, Azərbaycanda bahadır. Bu söhbət artıq getdikcə mifə çevrilir. Yəni, həmin məhsulları gəlsinlər, tanış olsunlar, yerində baxsınlar, bəyənsinlər və qiymət müqayisəsini özləri eləsinlər. Əgər hər hansı bir uyuşmazlıq yaransa belə, mən bu mağazanın əməkdaşı kimi o uyuşmazlığı aradan qaldırmağa hazıram. Ola bilər indi 1 manat, 2 manat, 3 manat fərq yaranar. Ki, bizdə çox güman ki, aşağı olacaq ki, yuxarı olmayacaq. Olsa belə bir neçə məhsul mən onu uyğunlaşdıracam. Yəni. Belə bir üstünlük də var müştərilərimiz üçün. İsa bəy, baxın, bu hissədə gördüyümüz bəzi modellər var ki, qışlıq, yazlıq, payızlıqdır. Və yaxud da, indi mən düzdür, doğrusunu dəqiqini siz bilirsiniz, bəzi mağazalarda məsələn, outlet bir bölümə olur və yaxud da əlavə bir filial olaraq açırlar, orada outlet modellər satırlar. Sizdə bu segment varmı? Varsa nə kimi fərqlər qoyulur? Outlet deməyək. Mən buna demək istəyirəm ki, ehtiyacdan daha artıq sifariş. Bəzən məsələn müəyyən təkliflər olur, müəyyən şanslar olur, biz onu nəzərə alıb çox məhsul alış eləyə bilirik. Məsələn, tutaq ki, bir məhsul göstərim. Bu məhsuldan normalda mənim satış qabiliyyətim 10 dənədir, amma mən 100 dənə gətirmişəm. Və bu malları mən hansı ki, əziz toplantılarımıza səslənmək istəyirəm, onları mən zərərinə satışlar eləyirəm ki, onları mən pula çevirib yeni mallara, yeni məhsullara yatıra bilim. Məsələn, bu kalqotkalardan bəhs eləmək istəyirəm. Məndə sizin istəməyəcəyiniz qədər sayda kalqotka var.
hansı ki ədəd sayını düşünsək 10 mindən daha çoxdur. Yəni mən normalda bu kalqotkanı 3 manata satırdımsa, yəni bunu artıq bunun 5 minindən çoxunu ala biləcək adama çox güclü güzəştlər eləyə bilərəm. Yəni əziz toplantılarımıza da buradan səslənmək istəyirəm ki, əgər onlar belə bir ehtiyacları varsa, yəni və mənə say verə bilirlərsə, 5000 olmasın, 1000 olsun, 500 olsun. Amma belə deyək də, da 10 dənə, 20 dənə yox. Normal saylarda mən çox belə türklər demiş, xətri sayılan endirimlər eləməyə hazıram ki, bu hansı modellərdədir? Onu biz qeyd eləyək. Böyük toplantılar bölgələrdə, məsəl üçün Gəncə şəhərində, böyük şəhərdə, Mingəçevir şəhərində böyük toplantılar varsa və onlar da yaxın ətraf bölgələrə, rayonlara satış edirlər mağazalar üçün. Onlar nəzərində tutsun ki, bir neçə çeşid məhsullar var ki, hal-hazırda stoklarımızda həddən çoxdur və onlar toplu şəkildə daha çox say alarsa, ekstradan da topdan qiymətdən də əlavə olaraq bir endirim təklif olunur. Hansı çeşidlərdir, onlar da deyək, qoy bilsinlər. Önündə durmuşkən kalqotkalarımızı deyil. Kalqotka çeşidləri. Yəni bir rəng deyil, müxtəlif rəng çeşidləri var, müxtəlif ölçüləri var. Oranı çək, əziz operatorumuz. Məsələn, orada lasinlərimiz var ki, lasinlərimiz də ədəd olaraq 10.000 ədədin üstündədir. İstənilən tələbi qarşılamağa hazırıq. Tamam. Sonra bəhs eləyə bilərəm, burada cins dəstlərimiz var, koftalarımız var, kostyumlarımız var. Yəni bir sözlə, dükanımıza yaxınlaşsaz, belə təkliflərdən yararlanmaq istəsəz, mən yerində sizə çox daha şeylər göstərə bilərəm və çox daha sərfəli və cazib təkliflər eləyə bilərəm. İndi isə sizə hazırda yay aylarıdır və yay aylarına olan endirimli qiymət və modellər göstəririk ki, gördüyünüz bax buradakı şortik modelləridir, kofta modelləridir ki, tək qiymət 3 manat təqdim olunur. Ardını isə İsabaya zəhmət olmasa. Burada bir nüans var ki, əziz müştərilərimizə onu qeyd edeyim. Burada həm böyük yaş qrupları var, həm kiçik yaş qrupları var və hər birimizə məlum olduğu kimi böyük yaş qrupundan kiçik yaş qrupunun qiymətləri adətən eyni deyil. Böyük yaş qrupuna daha çox material istifadə olunduğu üçün qiyməti baha olur. Amma ki, yenə də bayaq dediyim kimi ehtiyac fazlası kampaniyası elan eləmişəm, hansı ki məndə çoxdur. Ona görə bunları tək qiymət, burada şortiklər də var, burada müxtəlif dizaynlı koftalar da var. Hamısı türk məhsullarıdır və həqiqətən qiymətinin çox-çox üstündə keyfiyyətə sahibdirlər. Həm qız, həm də oğlan uşaqları. Bəli, qız üçün də, oğlan üçün də hər kəs gəlib faydalana bilər. Həm pərakəndə, həm topdan şəkildə. Həm pərakəndəyə 3 manatdır, həm topdan 3 manatdır. Bu da bir jest olsun məndən. Demək ki, məsələn, burada koftalarımızdan yenə bəhs eləmək istəyirəm sizə. Misal üçün, çox müasir və zövqlü. Adətən artıq bu dövrdə belə məhsullar çox tələb görür, gördüyünüz kimi. Müxtəlif rəng çeşidlərindən. Cəmi 4 manatdır. 4 manat. Bəli, cəmi 4 manat. Gördüyünüz Türkiyə istehsallı tək ədəd olaraq, say olaraq bunlar tək qalan modellərdir ki, sizə maya dəyərindən də aşağı təqdim firması, ondan sonra sizə göstərmək istəyirəm Vanex firması. Valideynlərin çoxu bunu tanıyır. Eyni zamanda məktəb sezonunda da məktəbli köynəkləri biz çox satmışıq Vanexin. Yəni çox keyfiyyətli bir məhsulları var. Materialını da doğrudan da əlinizlə toxunanda bilinirsiniz ki, doğrudan da bu keyfiyyətli məhsuldur. Tövsiyəmiz mağazaya yaxınlaşıb. Eynən. Yəni görürsüz varatniksiz. Hal-hazırda mən özüm də varatniksiz geyinmişəm. Stoyka model. Bəli. Övladınıza dəbli, gözəl və son trend modellərlə burada bəzəyə bilərsiniz, geyindirə bilərsiniz. Məsələn, sizə bir neçə şey də göstərmək istəyirəm. Baxın, bu kiçik yaş qrupları üçün. Görürsünüz, bunlar hamısı mol məhsullarıdır. Çin istehsalıdır bunlar. Özüm gətirmişəm. Şalvarlara da baxa bilərsiniz. Benetton modelləri gedir bunlar. Bunlar da endirim. Yenə rəng çeşidlərindən. Bunlar, yəni, yenə sizin adınızla gələnlərə özəlliklə də biz ekstra endirimlər eləməyə çalışacağıq. Çox sağ olun, təşəkkürlər. Gəldiyiniz zaman Azərbaycan toplantıları
qeyd eləsə, sizə ekstradan maksimum mümkün olduğu qədər endirim etməyə çalışacaqlar. Əllərindən gələn qədər təbii ki. Və son olaraq bunu da deyib məncə yekunlaşdıra bilərik. Çünki bu suallar da yenə səhifəmizə çox müraciət olurdu ki, bir uşaq mağazası açmaq üçün düzdür, kvadratından, sahəsindən, məhsul çeşidliliyindən bu məbləğ dəyişə bilər. Ortalama, yəni bir 40 kvadrat, bir bölgələrdə, bir hər hansı bir rayonumuzda biri açmaq istəyir. 30 kvadrat, 40 kvadrat bir ərazidə 5 yaşa qədər, indi siz əsas ixtisaslaşmışsınız 1-5 yaşa qədər. Nə qədər büdcə lazımdır ki, orta segment bir mağaza açıb və onlar da bu satış eləsinlər. İndi mən çox uzatmaq istəmirəm, amma ki, burada əsas 2 nüans var ki, yenə mən videonun başında demişdim ki, mənim prioritetim odur ki, içəri girən müştərimin heç biri boş çıxmasın. Və mənim iş prinsipim və profilim var. Mən yaxşı mala və keyfiyyətli mala işləyirəm. İndi siz də mənim kimi bir adamsınızsa, 50 kvadrat bir dükan açırsınız tutaq ki, və düşünürsünüz ki, mənim girən adamımın biri belə boş çıxmasın və mən yaxşı mal satacağam. Mənim mallarımdan 40-50 kvadratlıq dükanı doldurmaq üçün 30.000 ən azından pul lazımdır. Bəli. 30.000 manatla 40-50 kvadratlıq bir mağazanı cavab verəcək səviyyədə. Rahat şəkildə, bol şəkildə doldurmaq olar. Bəli. Yenə də 30, 5 aşağı, 5 yuxarı, bu civarda. Aydındır. Bu, yəni bura daxildir üst keyfiyyət, məhsullar orta keyfiyyət, orta keyfiyyət. Çox üst deməyək, orta keyfiyyət. Amma yenə də Türk brendi, Türk istehsallı məhsullarla bəli. Yenə də deyim, bizdə ümumiyyətlə yerli istehsal, sex və yaxud da Türkiyədə yan sənaye dediyimiz məhsullar, bu məhsullardan söhbət gedə bilməz. İstənilən müştəriyə bizə yaxınlaşsa, mən ona məhsullarımızın sertifikatını da, həm gigiyenik sertifikatını, həm uyğunluq sertifikatını təqdim eləyə bilərəm. Məhsullarımıza da zaten yaxından baxanlar, birə-bir toxunanlar, öz keyfiyyətindən tanış olanlar təsdiqləyə bilər ki, biz sözümüzü həqiqətən, sözün əsl mənasında biz bu sahədə öz sözümüzü deyirik və öz profilimizi qoruyuruq hər zaman. Çox sağ olun Sabah, Allah razı olsun, vaxt ayırdınız bizə detallı olaraq məhsulları, çeşidləri, mağazanı təqdim elədiniz. Doğrudan da bizə ötən dəfədə bir dəfə olmuşdu, ondan sonra daha çox tələb gəldi ki, fərqli mağazalarda da, toplantılarda da çəkiliş olsun, fərqli çeşidlər görək, fərqli tanıyaq ki, bir neçə yerdən əməkdaşlıq eləyə bilər və əlaqə nömrəsini qeyd edirəm, mağazaya kim ki gəlmək istəyir və yaxud da ünvanla bağlı hər hansı bir çətinlik olarsa 055 503 83 93 əlaqə nömrəsinə əlaqə saxlamaqla, mağaza açmağı ilə bağlı, məhsul alışı ilə bağlı və sair kimi suallarınızı da verə bilərsiniz. WhatsApp qrupu mövcuddur ki, WhatsApp qrupa qoşulub, oradan da məhsulları izləyə bilərsiniz. Əgər hal-hazırda mövcud o biznes üzrə çalışırsınızsa, yeni başlayırsınızsa və yaxud da yeni satış etmək istəyirsinizsə, onun üçün də yenə WhatsApp qrupumuz mövcud ki, onlayn satış edənlər üçün tək-tək qalan modellər də orada sərgiləcəklər və siz də seçim edib, sifariş edib alışını həyata keçirə bilərsiniz. Bugünkü çəkilişimiz bu qədər. Səhifəmizi və videonu like eləməyi, səhifəyə abunə deyilsə abunə olmağı unutmayın və ətrafınızda bu biznesdə başlamaq istəyənlər varsa, sizdən soruşan varsa və mən bu videonu da həmən şəxsə göndərə bilərsiniz ki, onlar da izləyib bu toplantımızı tanısınlar və əməkdaşlıq qura bilsinlər. Sizin də izləyicilərə, müştərilərinizə, toplantılara nəsə yekun sözünüz varsa buyurun. Bizi izləyən və dəyərli zamanını bizə ayıran hər kəsə çox təşəkkür edirəm və biz hər zaman əziz istər toplantılarımızın, pərakəndəçilərimizin yolunu gözləyirik və biz onların xidmətində hər zaman hazırıq. Dükanımız həftənin 7 günü səhər saat 8-dən axşam 5-ə qədər fəaliyyətdədir və biz hər zaman sizin üçün buradayıq. Çox sağ olun. Təşəkkürlər, sağ olun.